Moskvada Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçmiş Sovet dövlətlərinin yaradıcı ziyalılarının və elm xadimlərinin forumu keçirildi. Hər il bir ölkədə keçirilən və sadəcə 9-cu olan ziyalılar forumu bu il Rusiyada təşkil edildi. MDB ölkələrini özündə birləşdirən forumda 300-ə yaxın ziyalı iştirak etdi. Tədbir Rusiya prezidentinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi Mikhail Shvudkoy tərəfindən açıldı və ölkə prezidentinin məktubu səsləndirildi. Forumun əhəmiyyətindən, fondun dövlətlərarası münasibətlərə verdiyi töhfələrdən danışan Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun idarə heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çətinlikləri, problemləri dilə gətirməyin, müzakirə etməyin önəmini qeyd etdi. Rusiya prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əməkdaşlıq üzrə nümayəndəsi Vladimir Çernov, Qırğızıstanın eks-prezidenti Roza Atunbayeva və digər çıxış edənlər həm forumdan, həm də ölkələrindəki humanitar əlaqələrdən danışdı. Tədbirin rəsmi hissəsi bitdikdən sonra hər bir MDB dövlətindən bir gənc alimə Birlik debütü mükafatı təqdim olundu. Azərbaycandan isə qalib biologiya elmləri namizədi Bakı Dövlət Universitetinin müəllimi Akif Orucov oldu. Bu mükafata layiq görülməyi təbii ki, mənə çox yüksək stimul verir və burada iştirak etməklə mən SNG, yəni MDB ölkələrinə daxil olan gənc alimlərlə əməkdaşlığım yarandı və öz əldə elədiyim nailiyyətlərlə onları tanış etdim. Eyni zamanda onların əldə elədiyi nailiyyətlərlə tanış oldum və belə forumların təşkil olunmasının çox müsbət nəticələrini görürəm. Ona görə ki, yəni bu çərçivədə humanitar keçirilən forumlarda əməkdaşlıq mühiti yaranır ki, bundan da hər bir qarşı tərəf düşünürəm ki, faydalana bilər gələcəkdə. Daha sonra Azərbaycanın Rusiyadakı baş diplomatı Azərbaycanın öz ərazi bütövlüyünü və milli maraqlarını heç kəsə güzəştə getməyəcəyini bildirdi. Azərbaycandan olan nümayəndə heyəti də forumun əlaqələri inkişaf etdirmək üçün bir vasitə olduğunu vurğuladı. Humanizm ideyalarının bir qədər aşındığı bir dövrdə mədəniyyət və incəsənət əlbəttə bir-birimizi anlamağa kömək edəcək və hesab edirəm ki, mədəniyyət və incəsənət sahəsində reallaşdırılan problemlər, xüsusilə gənclərin qoşulduğu bu problemlərin gələcəyə ünvanlanmış bir məqsədi var. Məqsəd yenə də deyim, bir-birimizi hörmətlə yanaşaraq, bütün xalqlar və insanlar bir-birinə hörmətlə yanaşaraq, bir-birinin keçmişinə hörmət bəsləyərək və bugünümüzdəki inkişafa da belə deyək, qısqanclıqla deyil, belə mərhəmətlə yanaşaraq bir-birimizi qəbul etməkdən ibarətdir. Qəbul etmək üçün bir-birimizi daha yaxından tanımalıyıq. Digər tərəfdən də bax bu cür forumların keçirilməsi hər bir xalq üçün, hər bir dövlət üçün öz milli maraqları mövqelərinə çıxış edərək bizim öz mövqeyimizi çatdırmaqdır, bizim bildiyimizi çatdırmaqdır. Bizim bu dünyada həm öz yerimizi, həm də bizimlə birgə müəyyən bir coğrafi ərazidə, coğrafi şəraitdə yaşayan başqa xalqların da öz fikrimizi və mövqeyini çatdırmaqdan ibarət. Qeyd edək ki, forum dekabrın 19-da başa çatacaq. İqbal Rüstəmov, İnteraz, Moskva.